Salam uşaqlar, bu günləri mən sizin üçün üstü və loqaritmik tənlikləri, funksiyaları izah edəcəm. Keçək birinci sualımıza baxırıq. Bizdə demək tənliyin köklərini verdiyindən biz misal əvvəl köçürdük. 0,2x-in kvadratı çıx 3x üstə gəlir 5 bərabərdir 0. Hər tərəf 0,2-yə bölsə x kvadratı çıx 30/2 15x üzərinə gəlsin 25 bərabərdir 0. Mən burada tənliyin kökü x1 üzərinə gəlsin x2 bərabərdir 15. x1 vurusu x2 də bərabər neçə? 25-ə. Məndən nəyi soruşur? Baxın. Loqaritma 25 əsasdan x1-in kvadratı çıxsın loqaritma 5-də 1 x2. 5-də 1 əsasdan. İndi buna baxaq. Buna bərabər yazaq. 25-i nə yaza bilərəm? Loqaritma 5-in kvadratı yazıram. Bu 2 ilə bu 2 getdi. Qalır loqaritma 5 əsasdan x1. 5-də 1-i yaza bilərəm. 5 üstü mənfi 1. 5 üstü mənfi 1 də keçir qaba olur üstə gəl. Üzərinə gəlsin loqaritma 5 əsasdan x2. Mən baxıram ki, əsaslarım eynidir. Ona görə yazam loqaritma 5 əsasdan toplama olanda vururam. x1 vursun x2. Bu da bəli x1 vurur x2 neçə yazmışım? 25. Loqaritma 5 əsasdan 25. 25-i yazıram 5-in kvadratı. 5 əsasdan 5-in kvadratı. 2 də keçir qabağa. 5-in də 5 sayı cavab edir neçə? 2 eləyir. İndi uşaqlar baxırıq ikinci suala. İkinci sualda mən bu hissəyə baxıram uşaqlar. Bax bu hissəyə baxıram. Bax bura. Bax bu hissədə 36, yəni əsasda hamısı görsə elgə nə deməkdir? Yəni loqaritma 10 əsasdan demək. Yəni hamısı görsə elgədir. Çıxma da olanda nə edirdik? Bölürdük. 36-nın 4-ə böləm 9. 9 da 0,9. Yəni baxın. Böl 4 böl 0,9. Bu neçə ilə 36-nın 4-ə 9. 9 da 0,9-a böləndə eləyir 10. Yəni aldım loqaritma 10. Bu da 10 əsasını. Bu da bizə verir nəyi? 1-i. Yəni 2 üstü 1. Bu elədir. Bax 2 üstü 1. Yəni 2. Bax bu ifadənin qiyməti elədir 2. İndi keçsəm o birisini hesablayam. Bu hissə, bu da mənə lazımdır. Dəqiqə, bunu pozaq. Mən bunu aldım 2. Və bunu pozuram, bura 2 yazıram. İndi bunu həll edirəm. Loqaritma 3 əsasdan 81-i nə yazıram? 3 üstü 4. 4 keçir qabağa, 3-ünü ixtisar getdir. Burada qaldı 2 üzərinə gəl 3. 100 üstəm 4. Vurulsun. Loqaritma 2 əsasdan 4-ü yazım 2-nin kvadratı. Bu 2 də keçdi qabağa. Bunlar da ixtisar getdi, vurulsun 2. Və bunu da özünüz hesablayırsınız da, sadə bir şeydir. 3-ə baxırıq. 3-də deməli mən nə edirəm? Bax bu 48-dən 2 birinci qalır yuxarıda. Loqaritma 2 əsasdan 24. Vurulsun. Bunu məxrəbə bu ifadəni sürətə keçsin və 2 ilə 48-in yerini dəyişirəm. 2 əsasdan 48 yazıram. Gördünüz? Çıxılsın. İndi buraya yerləşdirə biləcəyəmmi? Yerləşdirə bilməsəm, burada tərəfdə yazacağam. Loqaritma 2 əsasdan 96 vurulsun. Yenə loqaritma 2 əsasdan 12. Məcburum o bu tərəfdən yazam. Buraya yerləşməyəcək. Deməli, görün bunu müxtəlif variantlarla yazmaq olar. Necə yaza bilərik? 24-ü də xırdalaya bilərəm. 96-ya gətirə bilərəm. Ən yaxşı 24-ü 8 vur 3 yazaq. Bax, loqaritma. Bunu eləyək. Bax, bu qulaq asın. 24-ün yerinə yazacağım. 8 vurulsun 3. Belə yazaq. Vurulsun loqaritma 2. 48-i də nə yazaq? 2. Bax, görürsən bu 2 əsasdandır. Hamısını elə yazım ki 2-yə gətirə bilim də.
İndi gətirək 48-i yaza bilərəm. Nədir? 16 vurulsun 3. Çıxaq. Loqaritma 2 əsasdan 96-nı da 32 vurulsun 3. 3 vurulsun da 12 loqaritma 12-ni də yazaq. 2 əsasdan 12-ni necə yaza bilərik? 12-ni 3 vurulsun 4 də yaza bilərik. 3 vurulsun 4 yazaq. Amma saxlaya da bilərik. Hər iki yazaq. 3 vurulsun 4 yazaq. Bərabərdir. İndi bu rahatdır. Baxın, gelin necə xırda. Loqaritma 2 əsasdan 8 vurmanın toplama kimi yazdım. Loqaritma 2 əsasdan 3. Nöqtəsi yazdım çünki toplamadı. Loqaritma 2 əsasdan 16. Üzərinə gələn loqaritma 2 əsasdan 3. Bu getdi. Çıx. İndi bunu yazıram. Loqaritma 2 əsasdan 32. Üstə gəlsin. Loqaritma 2 əsasdan 3. Loqaritma 2 əsasda bunu yazıram. İndi bu hissəni 2 əsasdan 4. Üzərinə gələn loqaritma 2 əsasdan 3. Bərabərdir. İndi baxaq. Kesə başqa rənglə istifadə edim. Aləm deyməsin. 8-i 2-nin kubu yazıram. 3 keçir qabağa. Bu gedir. Yəni bərabər burada qalır. 3 üzərinə gəl. Loqaritma 2 əsasdan 3. Bu 16-nı 2 üstü 4 yazam. 4 gəlir qabağa. Bu getdi. Qalır 4 üzərinə gəl. Loqaritma. Bu toplu saldı. Loqaritma 2 əsasdan 3-ü 1 x-lə ya y ya t ilə neyinsə əvəz edir. 32-ni 2 üstü 5 yazaq. Yəni 5 gəlir qabağa. 2-lər gedir. Çıxaq. 5 üzərinə gələn loqaritma 2 əsasdan 3. Bu 4 2-nin kvadratı ya da bu 2 gəlir qabağa. Bunlar gedir. 2 çıxılsın. Yox, 2 üzərinə gəlsin. Loqaritma 2 əsasdan 3. Sonra indi başlayaq. Bunu mən ən yaxşısı topluca sual. Topluca var bu sual. Elə bir ki, mən bunu bir t ilə, bir x ilə fərqi yoxdur. X ilə əvəz elə. 3 üzərinə gəlsin x, 4 üzərinə gəlsin x, çıxılsın 5 üzərinə gəlsin x, 2 üzərinə gəlsin x. Belə yazaq. Bərabərdir. Vuraq, açaq. Vur basırsa məncə x-lər getməlidir oradan. X kvadratı eləyir. Burada x kvadratı eləyir. Amma ki şeydir. Mən vurmasım ki, birdən səhv eləyərsiniz. 3-ü 4-ə vuram 12, 3-ü x-ə vuram 3x, x-i 4-ə vuram 4x, x-i x-ə vuram x kvadratı. Çıx 5-i 2-yə vuram 10, 5-i x-ə vuram 5x, x-i 2-yə vuram 2x, x-i x-ə vuram x kvadrat. Amma bir əmmə var, qabağında çıxma olacaq hamısından. Çünki mənfidir axı x kvadratı. İndi burada baxaq. 3x, 4x bu elədi 7x. Bu da elədi mənfi 7x. Bunlar getdi. X kvadratları da getdi. 12-dən də 10 çıxanda cavab verir neçə? 2. Görürsünüz, dəmdəstgahdır. Amma inşallah dəmdəstgah da olsa nədir? Yolunu bildiksə problem yoxdur da işləməlidir. Əsas bizə yolunu bilməkdir. Üçüncü sualdır. Dördüncü suala baxaq. Görək yekəldə burada yer olarsa elə burada da yazarıq. Ekran boyu da elədim ki, rahat olsun işimiz. İndi baxaq. Bax. Buna balacalaşdır. Burada loqaritma 2 üzərində 2-də 1. Kök altında olduğu 2-də 1. 16-nı da yazam 2 üzərində 4. Çıxılsın loqaritma 3 üzərində 2-də 1. 9-u da yazıram 3-ün kvadratı. Bərabərdir. Burada aşağıda olanda 2-də 1. Bax bu 2-də 1. Qabağa 2 ilə 1-in yerini dəyişib çıxalım. 2 loqaritma. Bu 4 də gəlir keçir qabağa. 4 vurulsun yazırıq. 2 əsasdan 2. Çıxsın bu 2-də 1 qabağa. Yəni yerini dəyişir. 2 kimi çıxır. Bu 2 də gəlir keçir qabağa 2. Bunu ifadə yaza bilərdim. Sadəcə bəzi uşaqlar var ki, bilməyəcək. Ona görə yazmadım. Buna bu getdi.
Bu 2 ilə 2 getdi. Bunun da bu getdi. 4'ü 2'ye vuram eləyən isə 8. 2'ni də 2'ye vuram eləyən isə 4. 8'dən 4 sonda eləyir 4. İndi keçirib 5-ci sualı yazmağa. 2020 ildə buraxılışa düşüb. İndi baxın, mən yaza bilərəmmi ki, 3'ün kvadratı vurulsun 3 üzərində loqaritma 3 əsasdan 2. Çünki niyə? Vurma onun üstlər neyinirdi? Toplandı. Əsaslar neyinirdi? Axı, bu 3 ilə bu 3 getdi. Gəldi 2 gəlir qabağa. 9 vurulsun 2. O da eləyir 18. Sonra bu tərəfə baxırıq. Aha. Burada baxaq. Bu 4 ilə bu 4 gedir. Burada qalır 7. Loqaritma 49'u nə yazam? 7'nin kvadratı. 25'i yazım 5'in kvadratı. Bax bu ikilər getdi. Eyni olanda gedə bilər. Ha, biri 3, biri 5. Ayrı-ayrı gedə bilməz. Bu 7'dən də bu 7 getdi. Cavab elədi neçə? 5. Keçək növbəti sualımıza. Aha, indi bura baxırıq. Bu 4 əsaslandı. Baxın, bunu da xırdalayıram. Loqaritma 4'ü yazam 2'nin kvadratı, 9'u da yazam 3'ün kvadratı. Bu 2 ilə bu 2 getdi, qaldı yerinə. Loqaritma 2 əsasdan 3. Üzərinə gətirin. Loqaritma 2 əsasdan 3'də 4. Düzdür. Əsaslar eyni olanda mən toplamadı axı. Loqaritma 2 əsasdan 3'ü vuraram nəyə? 3'də 4'ə. 3 ilə 3 gedir. Qalır nə yerdə? Loqaritma 2 əsasdan 4. 4 də nə deməkdir? 2'nin kvadratı deməkdir. Bunu 2'nin kvadratı 2 gəlir qabağa. Bunlar da gedir. Keçir 8-ci sualımıza. Burada bir dəfə çıxaq, bir dəfə toplayaq. Akvada bu rəngini də dəyişək. Buna bu nəsə uyuşmur. Loqaritma 2 əsasdan 20 çıxılsın. Bu da toplu sualdır. Uşaqlar, bayaq uşaqlar loqaritma keçmişəm. Onun axırlarından düşüb bu suallar. Loqaritma 2 əsasdan 20 üzərinə gəlsin. Loqaritma 2 əsasdan 5. Bunu həll eləyim, sonra məxrəcə keçirəm. 20 çıx, bu 5 çıxıb da axı. 20'yi 5'e böləcəm. Eləcə nə? Loqaritma 2 əsasdan 4. Vurulsun loqaritma 2 əsasdan 20 də 5'e vuram eləyən 100. Bölünsün loqaritma 2 əsasdan 10. İndi bura baxırıq. 4 nədir? İndi bunun rəngini dəyişək. Burada 4'ü yazım 2'nin kvadratı. Bu 2 gəlir qabağa, bu getdi. Bu 2 gəldi qabağa. 100'ü nə yaza bilərəm? 10'un kvadratı yazım. Bu 2 də gəldi qabağa. Qaldı loqaritma 2 əsasdan 10. Altta da loqaritma 2 əsasdan 10'dur. Bunlar gedir, cavab eləyir 4. Keçirik növbəti sualımıza. Bunu silin, bu mənə mane olacaq. Aha, indi burada yenə rahat bir sualdır. Bax, bu 11 ilə bu 11 getdi. Burada 7 qaldı. Üzərinə gəl. Bunu mən sürətə keçirirəm. Sürətə keçəndə 5 ilə 7 yerin dəyişir. 7 ilə 7 getdi. 7 üzərinə gəlsin. Bu 5'imiz eləyəcək. Məncə 9, burada da var. Sadə bir sualdır. Hamı da başa düşəcək şəkildə izah eləyirəm. Bax, əsaslar eynidir. Görürsən 10 əsaslandır. Elgi 10 deməkdir. 36'nı 4'ə bölüm. Eləyir neçə? Yuxarını yazam. Elgi 81 neçə demək? 3 əsasdan 4. Aşağıda da 36'nı 4'ə böləndə elgi 9 almadım. 9'u nə yazıram? 3'ün kvadratı. Bərabər. Bu 4 keçir qabağa. Bu 2 də keçir qabağa. Da burada heç nə qalmır. Görürsən bunlar eynidir. Buna getdi. 4'ü 2'yə bölürəm. Keçirik 11-ci suala. 125'i nə yazam? Loqaritma 2 əsasdan 125 yazam 5'in kubu. Vurulsun loqaritma 5 əsasdan 4. Sonra 5 əsasdan 4'ü 4 çıxılsın. İndi bura baxaq. Yenə mən burada 2 pi. Bax 2 pi nə verir bizə? 360 pi 180'də pi'ni vuranda eləyəcək neçə? 180, 360 kosinus 360 dərəcədə bizə verir neçə? 1. Onda mən bunu yazdım. Çıx 4. 4 nə idi yazdım? Loqaritma. Elgi 10 üzərində 2 çıxılsın. Elgi 1. Düzdürmü? Əsas da 1 olanda bu bizə nə verəcək uşaqlar? Bax bunun özü, bu ifadə özü 0 deməkdir. Yəni
Loqaritma a əsasdan 1 sıfıra bərabərdir. Bu bizə 1 verir. 0 verdi. Bu getdi. Burada qaldı. İndi bax hesablayaq bunu. 3 gəlir hara? Qabağa. 4'ü də burada mən. 4'ü burada. 2'nin kvadratı yazım. 2'nin kvadratı yazım. Mənim işim rahat olsun. Bu 2 ilə bu 3 gəlir qabağa. 3 vurulsun 2. Bu 5 ilə bu 5 getdi. Bu 2 ilə bu 2 getdi. Burada da heç nə qalmadı. Bu 10 üstü 2'dir. Bu 2 də gəlir qabağa. Daha burada nə qaldı? 3, 2, 6, altdan da 2, 4 eləyəcək. Bu da gedir də. Vəssalam. 11'i saldı. Qurtardıq buradan. Keçək növbəti səhifəmizə. Göz hələ çətin bir şey izah eləməmişəm. 12. Bu da rahatdır. LG 5, 2 gəlir 5'in başına. Üzərində LG 2 də 1 də gəlir bunun üzərinə. Bax, bunu mən həll edeyim bir dənə. 16'nı nə yazıram? 4'ün kvadratı yazıram. Düzdürmü? 4'ün kvadratı 2'də 1 yazıb. Bununla bu gedir. Demək bu ifadə 4'dür. Yazıram ki 4 yazdım da. Bax, görsə 4 aldım. Bunu silək daha. Bu da mənə lazımdır. Bax, bunu silək. Mən bunun yerinə yazıram. LG 4 bərabərdir. Toplayanda nə edirəm? LG 25'i vuracam 4'ə. Elədi 100. 100 nə deməkdir? 10'un kvadratı. Bu 2 də gəlir qabağa. Bu onlar da gedir eləyir 1. Keçirəm 13-cü suala. Yoruldum. Aha, bura bax. Mən burada nə yaza bilərəm? Bu 7 ilə bu 7 ixtisar getdi. Birinci vurma olunur axı. Loqaritma 3 əsasdan 36 çıxaq. Loqaritma görsən 3 qalıb, buradan 4 qalıb. 36'nı da çıxmaqda bölürəm. 9'a bölürəm. Loqaritma 3 əsasdan 9. 9 da nədir? 3'ün kvadratıdır. Cavab 2'dir. Bunlar da gedir ixtisar. Mən buna ən yaxşı üsul uşağı, belə misalları mən əvəz etmə üsulundan gedirəm. Çünki bizim əlimizdən tutur. Loqaritma a əsasdan b bərabərdir x. Vəssalam. Qoyun yerinə həll edin. Rahat üsulla. Və a əsasdan b x üzərinə gəlsin. X mənfi 1 bölünsün. Yəni hamısı a əsasdan b x mənfi 1 çıxılsın x kvadratı. İndi bir dənə həll edək bunu. Bunu yazdım, buraya gəldim. Görüm, düzü hamısı a əsasdan b həvsi. Bərabərdir. Gəldək. Bu budur. Bax, birinci sürəti yazıram. X üzərinə gəlsin 1 bölünsün x-dir. Aşağıda 1 bölünsün x-dir. Hələ bu x kvadratına işim yoxdur. Hələ bunu axırda saxlayıram. Bu da bərabərdir. Bu neçə eləyir sürətdə? X-i x-a vururam. X kvadratı üzərinə gəlsin 1. Aşağıda 1 bölünsün x-dir. Bu x ilə bu x getdi. Bərabər x kvadrat üzərinə gəlsin 1'dir. Çıxaq. İndi bu x kvadratını yazıram. Cavab deyilir neçə? 1 eləyəcək. Aydın oldu. Yəni uzun uzadı yazıb vaxtımızı itirmək istəmirəm. Cavab eləyir 1. Hə, variantı salmış. A variantı. Düzdür, nətər deyim sizə, yerinə qoyub loqaritmanı da yazsaz, yaza bilərsiniz. O bizim vaxt itkimizdir də uşaqlar. Mən niyə vaxtımı itirim? İmtahanı gəlir. Vaxt azlığı. Bizə vaxt azdır orada, bilirsiniz ki, bizə nə lazımdır? Ən sadə üsullarla məsələmi həll eləyim. Vəssalam, bu da asandır. Bunda bu da eləmək üçün qəşəng yolla həll eləyəcəm. Bax, belə yazaq. 9 üzərindədir də, düzdürmü? 9'u yazam 3'ün. Bax, bunu yazaq 3'ün kvadratı. Bu 2 gəlir, bax, bunun üzərinə. Bu da olacaq loqaritma 27'ni yazaq yerinə. 3'ün kvadratı 9, 9'u 3'e vuran sayı 27. Bu getdi. Görürsünüz, burada qaldı yerinə 3. İndi mən bunu silirəm. Burada qaldı 3. Bu 3 elədi. İndi keçsəm bunu işləməyə. Loqaritma 2 üstə kökdə 3. Bunun qoşması 1 bölünsün. Baba, bunun qoşması eləyəcək. Qulaq asın. 1 bölünsün 2 çıx kökdə 3'dür. Üstə gəldi.
Bunu da yaza bilərəm. 2 üzərinə kök altına 3 mənfi 1 yazıram. Yaza bilərəm. İndi bura baxaq. Bunu silək. Bu hissəni silək. Mən necə işləyirəm uşaqlar? Çalışın ki, siz də elə işləyəsiniz. Mənfi 1-dir. Bu mənfi 1 keçir qabağa. Bu çıxma olur. Buna da bu getdi. Bu da çıx 1. 3-dən də 1 çıxam eləyir 2. 15. Sonra bax, bura baxırıq. Funksiyasının təyin obladı. Mən bilirəm ki, inşallah baxın, loqaritmin bu hissəsi nə olmalıdır? Sıfırdan böyük olmalıdır. 0 və həmçində bu hissə 0 ola bilməz. Nə 0 ola bilər, nə də 1 ola bilər. Birdən də fərqlidir. Bilənlər x çıx 3, birdən də fərqli olmalıdır. İndi biz verilənləri yazaq. Biz burada mənfiyə vurub yerlərini dəyişirəm. Böyükdür 0. X-i mötədə kənarda x çıxsın 7, böyükdür 0. İndi burada yazaq. Burada x böyükdür 3. X və 3-ü də bilib 4 ola bilməz. Çünki bu isə 1 olmur da, birdən böyük olmur. Mən deyə bilərəm 1 üstü 5-in olsa 1-dir, hamımız bilik o 1-dir. İndi yazıram 0, 7 elədik. Bunu tapaq. Get o qapının müsbət, mənfi, müsbət. Bura niyə müsbət yazdım? X, bura böyük bir 7-dən böyük ədəd versə, x-ə 8. 8-dən 7 çıxanda 1, yəni ona görə müsbət yazdım. Müsbət yazdımsa, burada bir də ki, bu işarəni dəyişməliyim. Uşaqlar, üzrsən, bu işarəni niyə dəyişməmişəm mən? İşarə burada dəyişir. Burada kiçik 0 olduğuna görə mən nə yazım? Kiçik hardadır? 0-dan 7 arası. Deməli, bu 0-7 aralığında qiymət aldı. 0-7 aralığında qiymət aldı. Və mən də burada görürüm ki, x-im nədir? 3-dən böyük olmalıdır. Onda mən nə götürəcəm burada? 3-lə 7 arasında qiymət götürəcəm. Düzdürmü? 3-lə 7 arasında qiymət. Və mənim də ifadəm, görürəm ki, nədir? Bax, burada 3-lə 7 arasında hansı ədədlər var? 4, 5, 6. Amma mən 4-ü götürə bilmərəm. Çünki 4-dən də fərqlidir. Bu biraz 5-i vuram 6 eləyir 30. 16-cı sual idi o. Hə, 16-cı sual idi. 17-yə baxırıq. Yəni qiymətlər çoxluğunu, funksiyasının qiymətlər çoxluğunu tap. Qiymətlər çoxluğu deyilsə, biz nəyi tapmalıyıq? Y-in qiymətini tapmalıyıq. Y-in qiymətini biz demişdik, istəyir loqaritmik funksiya olsun, adi funksiya olsun, fərqi yoxdur. Biz həmişə deməli, hansı funksiyanın qiymətlər çoxluğunu tap deyəndə hansı üsuldan gedirdik? Ya n bərabərdir mənfi b bölünsün 2a-dan istifadə edirdik, yaxud da ki, n bərabər 4ac çıxsın b kvadratı bölünsün 4a-dan istifadə edirdik. Düzdürmü? İndi mən burada m-in qiymətini tapsam, bərabərdir. B-nin yerində nə durur? Mənfi 8 durur da. 8-in kvadratı eləyir. Mənfi 8-in 64. Bu mənfi qalır yerində. Buna işim yoxdur. Üzrsə, mənfi 8 bölünsün neçə? 2 vursun. A da x kvadratın əmsalı 1-dir. Bu elədi neçə? 4. Düzdür? Bu mənfi 8. Bu da mənfisi var. Elədi müsbət 4. İndi biz nəyi tapırıq? Y-in qiymətini gətirib qoyuram yerinə. Loqaritma. Yaxud da ki, n bərabərdir. Bir dəqiqə bura baxaq. N bərabərdir 4ac çıxılsın b kvadratı bölünsün 4a. Bu üsuldan istifadə edə bilərik. X kvadrat a-mız 1-dir. B-miz mənfi 8-dir. C-miz də 21-dir. Baxaq, 4 vurursun. A-mız 1-dir. 4a vurursun C. C-miz nə qədər? 21 çıxılsın.
B kvadrat 64 bölünsün 4A. 4. 4'ü 21'e vuranda eləyir 84. 84'ten de 64 çıxanda 20. 20'ni de 4'e bölündə 5. Aha, mən tapdım. Bax, bu ifadənin qiyməti neçə tapdım? 5 tapdım. Heç bunu belə tapma. Bunu yazmaya ehtiyac yoxdur. 5 tapdım uşaqlar. Birinci hansı üstünə? Gətirib yazıram ki, bura baxın. Loqaritma 5 əsasdan 5. 5 tapdım da. Bu da nə verir mənə? 1 verəcək, düzdürmü? Onda mənim ifadəm hardandır? 1-dən müsbət sonsuzluğa qiymətlər alacaq. Çünki x kvadratın qiyməti nədir? 0-dan böyükdür. 1-dən müsbət. Amma kökaltı ifadə daxildir. Xəbərdir. Belə yazmırdıq. Yəni birdən burada kökün altında aslında kökün altına yazacaqdıq. 18'e baxaq. 18'de bu da ne yazılıb? 5 ilə 5 getdi. Qaldı nə? Loqaritm 3 əsasdan 27 bu qaldı. 3 əsasdan 27 nədir? 3'ün kubudur. 3 gəl qabağa. 3'dən də bu 3 getdi. Qaldı vəssalam. Heç nə eləmədi. 19'a baxaq. Bir yazdığımız üsuldandır. Belə eləyəkdən bir dəqiqə. Bu 5'lə işim yoxdur. Elə bir sanki bu 5'i görmürəm. Bax bu 5'lə. Buna nə oldu? 5'lə işim. Mən buranı həll eləyirəm. Əsaslar eynidir. Onda nə edirəm? Bu ifadəni bu ifadəyə nə edirəm? Burası orta toplama baxırıq. Vuranda A kvadrat B kvadrat. Yəni 5'dən çıxacam nə? 3. 5'dən 3 çıxan isə eləyir 2. Bunu yazın. 5'ini də yazıram yerinə işim yoxdur. Bərabərdir. Bu 2'ni necə yaza bilərəm? Bu 2 kənara 2'də 1 kimi çıxır mı? 2'də 1 daha doğrusu. Bir dəqiqə. Bu yazım tam yazaq aydın olsun hamıya. 2 üzərində 2'də 1'dir. Bu da 2. Bərabərdir. Mən bu 2'də 1'i bunun kəlləsini tərsini yaza bilərəm. 5 üzərində loqaritma 2 əsasdan 2'nin kvadratı yaza bilərəm. Yaxud da bu 2 də gəlir hara qabağa. Bu 2 ilə bu 2 getdi. Cavab elədin isə 25. D variantı. İndi yazaq 20-ci sualı. 20-ci sualda 8'i nə yaza bilərəm? Deməli, baxın, bu var 5. Buna yeni deyək. Loqaritma 5 əsas 8. Vurmada vurulan yeni dəyişəndə hasil nə eləmir? Dəyişmir. Bir dəqiqə bunu da səliqəli yapalım. Bunu yeni dəyişirəm. Yazam 5 loqaritma 5 əsasdan 8 loqaritma 2 əsasdan 3. Bu 5 ilə bu 5 getdi. Qaldı 8 keçir qabağa. Loqaritma 2 əsasdan 3. 8'i nə yaza bilərəm? 2'nin kubu yazıram. Bunu 2'nin kubu yazıram. Bu kub gəlir bu 3'ün başına. Bu 2'nin bu 2 getdi. 3'ün də kubu eləyir 20'yi getdi. 20 sualın işte sonunu görəm. Bu yadımdan çıxdı. 37. 21'e bax 12 sualımız qaldı. 12, 20, 16 sualımız qaldı. 21'e baxırıq. Demək bu -1 gəlir qabağa keçir. Bu çıx. Bu -1 olur. Görürsünüz uşaqlar, onda yazım loqaritma C əsasdan A-nın kvadratı çıxılsın loqaritma C əsasdan A üstündə 5 yaza bilərəm. Yenə də burada əvəz edək. Uşaqlar, özümüzü yormayaq. Əvəz etmə üsuluna hamısında baxım ki, loqaritma C əsasdan A-dır. Niyə özümü yormalıyam? Loqaritma C əsasdan A-nı əvəz eləyə yeni x-nə. 2x üzərinə gəlsin 5x-1. Bunu yazaq. C əsasdan aydın hamısı. X-dir yenə -1. Çıxılsın 2x kvadratı. Bərabərdə həll eləyək.
2x üzerine gelsin 5 bölünsün x'dir bu. Aşağıda 1 bölünsün x olacaq. Buna yenə toxunmuram. Yuxarına həll eləyim. 2 vuram x 2x kvadratı çıxılsın. Üstə gəlsin 5. Aşağıda 1 bölünsün x. Görsünüz belə yazın. Sonra necə rahat olur. Bir x'dən bu x getdi. Bərabərdir. 2x'in kvadratı. Qayıb mənə yazsam işim uzanacaq. Üstə gəl 5 çıx x'in 2x'in kvadratını yaza bilərəm artıq. Bunu yazdım. Bunlar getdi. Cavab elədi 5. Sadə bir sual. 21 qutardıq. Keçək. Bir belə hissəmiz qalıb. Qutarıq uşaqlar artıq. 16'nı yazıram. Bura baxın. 4'ün kvadratı 49 yazdım. 7'nin kvadratı. Bu 2 ilə bu 2 getdi. Bu 4'ünü bu da 4 getdi. 9 çıxılsın 7. 23'ə baxırıq. Bu kök altına buranı yazaq. 8'i yazam 2'nin kubu. Bu 2 ilə bu 2 gedir. 3 gəlir hara? Qabağa. Loqaritma. Bu nədir? Kubdur ha. Kök altına 3, 3. Bərabərdir. Bax bunu belə yazaq. Yenə çaşmayaq. Kubu. Kubəm ki buna 3 aidiyyəti yoxdur bu kubu. İndi mən bunu nə yazıram? 3'ü yazıram. 3 bu 2'də 1 deməkdir. 2'də 1 gəlir qabağa. Bu 3'lər də gedir. 2'də 1'in kubu. Bu da eləyəcək neçə? 8'də 1. Yox, üzr istəyirəm. Bu 2'də 1 isə 2'də 1 qabağa 2 kimi gəlir. 2'nin kubu. Saçdım yenə də. 24 2021-ci ilin. Bütün loqaritmanı demək olar ki, bu sualın üzərində izah eləyirəm uşaqlar sizə. Dur, mən su gətirsin. İndi baxaq. Bu da asan sualdır. Birinci vurma 8'i yazıram nə? 2'nin kubu. Bu 3 ilə bu 3 ixtisar getdi. Qalın loqaritma 5 əsasdan 1000 çıxılsın. Bu 3 ilə bu 3 ixtisar. Bunu da 2'nin kubu yazmışam. Qalır loqaritma 5 əsasdan deməli heç bunu yazmağa ehtiyac yoxdur belə. Bunu sizin bu 3 ilə bu 8 qalır. Aha, loqaritma 5 əsasdan bir dənə mini 8'e böləndə eləyir 125. 125 nə deməkdir? 5'in kubu. Yəni loqaritma 5 əsasdan 5'in kubu 3 gəlir qabağa. Bu da getdi. 25. Biz demişdik ki bu funksiyanın qrafiki birdən keçir amma sıfıra yaxınlaşmırdı. Bu olacaq. Birdən keçir. Sıfır deyil də. Yəni sıfıra düşmür. Azala gedir belə. 26. 26 da asandır. İkini gətirəm bura. Bax bu ikini silirəm, gətirəm bura. Toplaması neyini də vuradım? Loqaritma 18 əsasdan 9'u vuradım 2 eləyir 18. Vur. Bu 2'ni də gətirəm bura. 36 eləyir. Bu da çıxma olduğuna görə bölürəm. 36'nı 2'ye böləndə loqaritma 18 əsasdan 18. Bu da 1 eləyir. Bu da 1 eləyir. Eynidir. Keçək 27-ci suala. İndi bura baxaq. Deməli, mən burada necə yazacağım? Bu 2'də 1'dir. Bu 2 üstü mənfi 1 yazıram. Mənfi 1 də gəlir qabağa olur toplama. Toplama isə hələ bura həll edirəm. Bura baxıram. Altını yazmıram. Bu sinusun da yenə bu sinus 15'dir. Bunu kosinus elə bilim. Kosinus 15 olacaq. İkisinin cəmi 90 arası. Ona loqaritma 2 bu olacağına sinus 15 kosinus 15. Bunu mən keçmişdim sizə. Qulaq asın, mən bunu yazıram sizə. Sinus 15 kosinus 15.
Bu iki sinüs alfa kosinüs alfa olmalıdır. Bunu da yazıram nə? 2-də 1 yazıram. Onda bu da mənə nə verir? Mənə nə verir? Bax, bunu qıraqda həll et. 2-də 1 vursun sinus 30 dərəcə. Düzdürmü? Sinus 30 bizə nə verirdi? Bu 2-də 1-dir. Sinus 30 da bizə verir nə? 2-də 1-i. Demək, bu ifadə elədi məndə nə? 4-də 1. Mən artıq bu ifadəni silirəm buradan. 4-də 1 tapdım da. Bunu silirəm. Bunu da silirəm. Buraya yazıram 4-də 1. 4 üstü mənfi 1. Yəni 2 üstü mənfi 2. Burada 6 üstə gəlirdi. Bu 2 ilə bu 2 getdi. Bərabərdir. 6-dan çıxıram 2-ni. Bu da eləyəcək neçə? 4 eləyəcək. Məsələn, rahat yolla izah elədim. Uzun uzadı izah eləmirəm. Özünüz görürsünüz də. Çox çalışdığım qədər qısaldıram. Yəni bunu hamısını görürsünüz. Bu da rahatdır. Toplu sualıdır. Bu 2 gəlir hara A-nın başına. Bu 2-də 1 gəlir nə? C-nin üzərinə. Yəni C kökün altına düşür artıq. 3 də gəlir burada hara? B-nin başına. Onda elgələr gedir. Elgə getməkdən qabaq yazım. LGD bərabərdir. Vurma olanda A kvadratı vurulsun kökü altında C bölünsün B-nin kubu. Elgə iləndir. Elgə də gedir. Qalır yerdə. Bax bu. Bu ifadə. 29-a baxırıq. Hələ ki çətin bir şey izah eləməmişəm. Deməli 29-a nə görürəm? Bu 2 gəlir bu 5-in qabağına, kvadratı bu 5 olur. Bu 2 ilə bu 2 gedir, qalır 5 üzərinə gəlsin 2. Bu da eləyir 7. Keçək növbəti sualımıza. Yox. 7 nədir? Bir dəqiqə. Bu yuxarıya aiddir. Bu 2-ni burada səhv elədim. Bu yazım. Loqaritma 2 əsasdan 5 vurulsun 2 üstü 2. Bu da toplu sual. Hamısı toplu suallardır. Toplamanı vurma kimi yazacağım. Bu 2 ilə bu 2 gedir. Nə? 5 eləyir. Vurulsun 4, 20 eləyəcək. 30-a baxırıq. Nə deyir? İlk bərabərdir, bunu silək. Zamanı olmasın. Qrafikdə absis oxunu hansı nöqtədə kəsir? Absis oxunu kəsirsə, x-i kəsirsə, y nədir? 0-dır. Onda 2 üstü funksiya deyil, bu bərabər 0, x-i burada tapırsınız. 8-ə 8 2-nin kubudur. Hamısı, bir dənə sual yoxdur, topludan kənarda, hamısı toplu suallardır, yığıb bura. 81 3 üstü 4 yazıram. Bu 3-dən 3 getdi, bu qaldı 4. 4-ü, bax belə qaldı da. Bu aləmi qatmayaq bir-birinə. Sonra deyəsiniz ki, Aygün müəllim elə izah elədi. Başa düşmədi. 204, 4-ü 2-nin kvadratı yazıram. Bu 2 ilə bu 2 getdi. Qaldı burada nə? Loqaritma 4 əsasdan 2. 4-ü nə yaza bilərəm? Dur gedək. 4'ü yazalım. Loqaritma 2'nin kvadratı 2. Bu 2 qabağa 2'də 1 kimi keçəcək. Bu 2'dən də bu 2 getdi. Evet, sonra. Pi bölsün 6, 186 bölündə eləyir 30. Sinüs 30'da da alır nə? 2'də 1. 2'də 1 də qabağına kimi keçir, mənfi 1. Yəni 2 üstü mənfi 1, mənfi 1 kimi keçəcək. 33-cü suala baxırıq. Bunu da belə yazalım. Loqaritma x əsasdan y çıxılsın. Loqaritma x əsasdan x bərabərdir 5. Bu eləyir 1. 1'in də üzərinə 5 gəlmir, eləyir 6. Bizdən də bunu soruşur.
Üstəlam, axırıncı səhifəmizi izah edirəm, yekunlaşdırırıq. Bu da bayaqki sualımızı uşaqlar bayaq izah edirdim. M ilə M getdi. N ilə N getdi. A əsası loqaritma A əsasdan B çıxılsın. Loqaritma A əsasdan C qaldı. Bərabərdir 3. B-nin ən kiçik qiymətini tapın. Bu da loqaritma A əsasdan B bölünsün C-dir də. Bərabərdir 3. Burada B bölünsün C nəyə bərabərdir? A-nın kubu. Yəni B bərabərdir A kubu vurulsun C. A kubu vurulsun C. A-ya ən kiçik qiymətləndə, ən kiçik qiymətliksə biz bura A-ya 2 verə bilərəm. Çünki 2-nin kubu vurulsun C-yə də 3 verə bilərəm. 8 olsun 3, 24. Uşaqlar 35-ə qədər gəlmişəm. Hələ çətin suallarda ilişməmişəm də. Yəni inşallah ki, öyrənərsiniz. 35-ə baxırıq. Hansı arada 2 tam ədəd arasında yerləşir? Loqaritma 4-də 22-də 5. Üstə gəlsin bundan da yəni loqaritma 4 əsasdan 15. Bunu vuraq bir-birinə. 22 vur 15 bölünsün 5'dir. 5 ilə 15 gedir elinə 3, 22-nin də 66. 4-dən 4 deməli 4 üstü 3, 4 üstü 4 eləyir 64. Deməli bundan qabaq 4 yerləşir. Bizə nədir bizə? Hansı ədəd arasında yerləşir? Bizə onu soruşur. Deməli 4-dən qabaqki ədəd nədir? 4-ün kvadratı olacaq. 4-ün kubu. 3 ilə 4-ün arasında yerləşəcək. 4-ün kubu 4 üstü 4. Yəni 66, 4 üstü 3, 4 üstü 4. 4 üstü 3 eləyir 64, 4 üstü 4 də 64-dən böyükdir. 66 hər ikisinin arasında yerləşir. Keçin növbəti sualımıza. Neçə sual qalır? 36, 37. 36-ya uşaqlar ehtiyac yoxdur, uyğunlaşmada 37-yə baxaq. 37-də nə yazarıq? 3,2 vurulsun 3,2 loqaritma 3,2 əsasdan 10. Bununla bu getdi qaldı 10. Onu da vurursan 3,2 eləyir 32. Bəlkə izah eləyəm, bir dənə baxım suala. Deyirəm izah eləməyək. Sinus 36-ya baxaq. Qiymətlər çoxluğu 0,1 10 arasında yerləşir. 10 üzərində mənfi 1 sinus x, yəni bir də 10 üzərində 1. Bu 10 üstü mənfi 1 0,1 demir. 1-ə uyğun gəlir B. B ya da yəni sadə də qoy izah edim qalmasın. 1B-yə 1B uyğun gələ bilər. Təyin oblastıdakı x-dir. İstənilən qiymət ala bilər. Yəni o da uyğun gəlir Y. Sonra 2-yə nə uyğun gələ bilər? Burada x-in yerinə deməli deməli B ilə Y getdi. İndi baxaq ACD qaldı. Deməli təyin oblası. X-in yerinə biz 10 versək, ondan 10 çıxanda x-in burada x çıxılsın 10 böyükdür 0-da. Düzdürmü? X böyükdür 10. Böyük bərabərdir 10. Yəni 10 x-in yəni 10 qoysam, ondan 10 çıxan neçə eləyir? 0, 10 üstə 0 eləyinə 1. Yəni 1-dən müsbət sonsuza qədər qiymətlər alır. 1 C uyğun gəldi. Sonra bunu da silək. Hayır, sildim, bu da getdikdən görüm. C getdi, Y getdi. Sonra təyin oblasti 10 qoyduq. X-in yerinə 10 qoyduğumuza görə bu uyğun gəlir. 3-ə də baxaq, D görək. Baxaq D necə təyin oblasti. Təyin oblasti nə deməkdir? Yəni x-in yerinə ondan müsbət, x-in yerinə 10 qoya bilmirəm, ondan böyük ədəddə 11 qoya bilirəm. Yəni LG 10 əsasdan 1 ola bilər. 0 demək D uyğun gəldi.